Hazırda şəhərdə istismar müddətini başa vurmuş bir sıra liftlər mərhələli şəkildə yenilənir. Yeni lift sistemləri daha sürətli işləmə qabiliyyətinə, təhlükəsizlik avadanlıqlarına və enerji qənaətli texnologiyalara malikdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2025-ci il sərəncamına əsasən Muxtar Respublikada lift xidmətlərinin yenilənməsi istiqamətində işlər davam etdirilir. Hazırda şəhərə 20 ədəd lift gətirilib və onların yenilənməsi prosesi davam edir. Sərəncama əsasən ölkə üzrə lift təsərrüfatının yenilənməsi məqsədi ilə 9 milyon 940 min manat vəsait ayrılıb. Bu çərçivədə Naxçıvanda da köhnə liftlər yenilənir, müasir və enerjiyə qənaət edən sistemlər quraşdırılır. Qoçustu məhəlləsində yerləşən liftlərdə nasazlıqlarla, uzun müddətli nasazlıqdan sonra hissələrin dəyişilib, yenisi ilə əvəz olunub və Heydər Əliyev 37 olan liftlər və Respublikamızın digər liftlərində bütün nasazlıqlar aradan qaldırılıb, təhvil verilmişdir. Bütün təhlükəsiz və normal işləməsi üçün əlimizdən gələn hər şeyi eləyirik. 24 saat fəaliyyətimiz davam edir, nəsə nasazlıqlar olduğu təqdirdə aradan qaldırır, nasaz olan hissələri, işləməyən hissələri yeniləri ilə əvəz edirik. Sakinlər bildirirlər ki, köhnə liftlər tez-tez sıradan çıxırdı. Bu isə xüsusən yaşlı insanlar üçün çətinlik yaradırdı. Yeni liftlərin istifadəyə verilməsi onların gündəlik həyatını xeyli asanlaşdıracaq. Qabaqsa normalla işləmirdi, lift indi şükür, yaxşı işləyir. Quraşdırılan yeni sistemlərə texniki xidmət göstərilməsi üçün ixtisaslaşmış mütəxəssislər ayrılacaq və daimi nəzarət mexanizmi təmin ediləcək. Bununla da Naxçıvanda lift təsərrüfatının idarə olunması daha səmərəli və təhlükəsiz təşkil olunacaq. Ən vacib məsələlərdən biri liftlərdə kamera sisteminin olmağıdır ki, hal-hazırda kamera sistemi yoxdur və bununla bağlı da artıq bir layihə hazırlamışıq. Yaxın gələcəkdə Naxçıvanda liftlərdə kamera ilə təmin edəcəyik və əhalinin təhlükəsizliyi, liftlərin tam təhlükəsizliyi kameradan bizdə operativ qərargah yaradacağıq idarədə 24 saatlıq xidmət, oradan bütün liftlərə nəzarət olunacaq və əhali təhlükəsiz şəkildə liftlərdən istifadə edəcəkdir. Bundan əlavə bugünkü gün liftlərdə çağrı mərkəzlərini yerləşdirəcək, çağrı mərkəzləri olacaqdır. Əhali vətəndaşımız deyək ki, hər hansısa bir liftdə qaldıqda bir düymə vasitəsilə bizim operativ qərargaha bağlanacaqdır və dərhal bizim lift bələdçilərimiz, əməkdaşlarımız tərəfindən liftdə qalan vətəndaş oradan çıxarılacaqdır. Naxçıvanda lift təsərrüfatının yenilənməsi sakinlərin gündəlik həyatında rahatlıq və təhlükəsizlik baxımından mühüm dönüş nöqtəsidir. Yeni sistemlərin quraşdırılması ilə şəhər infrastrukturunun müasirləşdirilməsi davam edir və bu işlər əhalinin rifahına xidmət edir. Samik Nuriyev, Təxminə Babayeva, Namiq Abbasov, NTV Xəbər.